Onun işi axşam başlayır. Xeyirli və zərərli, lazımlı və lazımsız, sağlamlığa mane olan hər şey. Həkim ekspertlərlə bir arada. Sağlam həyatda 93 FM-də. Sağlam həyat. Bir neçə gün yaşanan bu yağışlı havalar, küləkli havalar hər şey demək olar ki, təsir eləyir bizim demək olar gündəlik həyatımıza və hətta səhhətimizə də. Baxın, əksəriyyətimiz indi hal-hazırda dindirsək görərik ki, yorğundular, bəziləri halsızdılar, səbirsizdirlər. Çünki müəyyən bir tıxaclar hal-hazırda yaşanır Bakıda və ona görə də bu tıxaclara tab gətirmək elə də asan deyil, əziz dinləyicilərimiz. Ona görə də biz sağlam həyatda bugün bəzi insanlara narahat eləyən baş ağrılarını istəyirik gündəmə gətirək. Görək baş ağrıları niyə bizdə tez-tez baş verir? Baş ağrılarının ilkin səbəbləri hansılardır? Və ən əsas, hər baş ağrıyanda biz mütləq şəkildə dərman içməliyik. Yəni bu suallar bizim hər birimizi maraqlandırır. Mən elə sizə də indidən müraciət etmək istəyirəm ki, baş ağrıları haqqında nəyi bilmək istəyirsiniz? 055 93 490 93 WhatsApp nömrəmiz ixtiyarınızdadır. Təbii ki, baş ağrıları haqqında danışmaq üçün biz studiyamıza nevroloqu dəvət etməliydik. Xatirə xanım hal-hazırda Rızayeva elə bunun üçün studiyamızdadır. Xoş gəlmisiniz. Xoş gününüz olsun. Mən də iş növbəsində izləyicilərimi salamlayıram. Axşamınız xeyir olsun deyirəm. İşləriniz uğurlar arzu edirəm. Təşəkkür eləyirik. Mənə maraqlıdır. Xatirə xanım başı ağrıyanda dərman içir? Əslində onu qeyd edəcəm, çox işimiz gərgin olan vaxtı, yəni biz həftə içərisində 5-yə 6-ya qədər işləyirik və bu ən çox rastlaşdığım gərginlik tip baş ağrısı olur və bu zamanda elə bir hər hansı bir tibbi ləvazimata ehtiyac olmur, müəyyən qədər istirahət, yuxu öhdəsindən gəlmək olur. Nə yaxşı. Dərmansız deməli baş ağrılarını azaltmaq mümkündür. Yox, baş ağrılarının formaları indi biz deyəcəyik, qeyd edəcəyik, amma gərginlik tip baş ağrısında yəni dərmana ehtiyac olmur. Elə isə nədir baş ağrısı? Bundan başlayaq. Baş ağrısı çox gözəl bir mövzudur və demək olar ki, əhali arasında 90% əhali arasında rast gəlinən bir haldır. Elə bir insan yoxdur ki, həyatı boyunca bir dəfə də olsun baş ağrısı ilə rastlaşmasın və baş ağrısı ümumiyyətlə bizim praktikamızda ambulator nevroloji müraciət edən xəstələrin demək olar ki, 30% baş ağrısı ilə bizə müraciət eləyir və baş ağrıları çox demək geniş tipləri var. Birincili, ikincili baş ağrıları var və baş ağrıları, birincili baş ağrıları yəni heç bir xəstəliyin əlaməti olmur. Ümumiyyətlə bu baş ağrısı nədir deyəndə bizim insan beyni elə bir orqandır ki, o yəni ağrıya həssas deyil. Sadəcə onun ətrafında olan toxumalar, əzələ, sonra vətər dəbilqəsi, sonra sümük üstülüyü və onlarda olan damarlar və beynin daxilində olan arteriyalı venaların onlarda olan ağrı reseptorların qıcıqlanması ilə yaranır. Yəni bizim beynimiz özü ağrı yaratmır. Ona görə də ağrı, deməli, biz ağrını tiplərə bölürük. Birincili baş ağrısı, yəni heç bir xəstəlik nəticəsi olmur. Amma ikincili baş ağrısı isə hər hansı bir xəstəlik nəticəsində yaranır. Və daha da çox yayılan, əsasən birincili baş ağrılarıdır. Birincili baş ağrılarının özündə bir neçə növü var. Bunlardan da yəni çox yayılan əhali arasında və birincili baş ağrılarının ən geniş yayılan və ağır forması olan miqren. Yəni hər kəsdə yəni tibbi savadı olmayan insan da belə miqren haqqında müəyyən qədər məlumatı var və bizim deməli müraciət etdikdə bəzən özü miqren olduğunu etiraf eləyir. Və ən də çox deməli fərq odur ki, və kişi qadın arasında daha çox qadınlarda rast gəlinir miqren. 2 dəfə artıq. Və miqrenin özü də özünün ayrılıqda tipləri var. Və bu deməli auralı miqren var, aurasız miqren var. Deməli bu auralı miqren deyəndə xəstə əvvəldən bəzi əlamətləri var ki,
onları hiss eləyir və miqrenin olacağını, bu halın baş verəcəyini bilir. Və ona görə də yəni əgər dərman varsa yanında ya həkimin nə tövsiyələr edirsə ona müraciət edəndə bunun qarşısını ala bilir. Miqren haqqında biz irəliləyən dəqiqələrdə ətraflı danışacağıq, amma hələ ki biraz baş ağrılarını istəyirəm ki, açıqlayasınız. Təhlükəlidirmi məsələn baş ağrıları və yaxud da ki baş ağrısı insan həyatına necə təsir edir? Necə onun gündəlik həyatını pozur? Az öncə qeyd etdiyim kimi baş ağrılarının əksəriyyəti xoş xəstəlidir. Həyat üçün təhlükə yaratmır. Amma sadəcə bəzi tip dediyim kimi ikincili baş ağrıları var ki, onlarda yəni xəstə diqqətli olmalıdır. Əgər qəfləti baş veribsə, huş itməsi olubsa, işi görmə, bulanıq görmə olubsa, mütləq həkimə müraciət etməlidir. Bunlar həyat üçün təhlükəli ola bilər. Bir də biraz əvvəl dediniz ki, qadınlarda daha çox rast gəlir Bəli. kişilərlə müqayisədə baş ağrıları. Niyə? Ona görə ki, qadınlarda ginekoloji statusa görədir və qadın həm hamiləlik keçirir, menopauzu keçirir, menstruasiya dövrü olur. Bu dövrlərdə bizdə hormonal dəyişikliklər olur. Ona görə də yəni o hormonların da özünün tətikləyici təsiri var, miqreni artıra bilər. Menstruasiya siklində deməli onun son dövründə lutein adlı bir deməli maddə ifraz olunur ki, bu da miqreni artırır. Sonra estrogenin səviyyəsi dəyişməsi, bunlar miqreni artıra bilər. Elə bir miqren növü var ki, menstrual miqren deyirlər. Bu miqren adi miqrendən daha çox ağrı verir və bəzən də dərmana tabe olmur, müalicəyə tabe olmur. Sadəcə menstruasiya dövründə ağrı baş verir. Və sonra menopauza dövründə qadınlarda hormonal yenə dəyişikliyə görə, progesteron səviyyəsi aşağı düşdüyünə görə və bunlarda yenə də ikinci dövr miqren deyirlər də, buna əsasən 50 yaşdan sonra başlayır və bu da ağrı yəni çox dözülməz ağrı olur və qız yetkin dövrdə isə onlarda da hormonal böhran olduğuna görə və qız uşaqlarında daha da oğlanlara nisbətən daha çox rast gəlinir. Ən çox yəni bunu mən daha çox bağlayırlar hormonal deməli dəngəsizlik dövrana görə və bir də mən onu öz praktikamda yəni görürəm ki, biz qadınlar çox həm ev işi, həm deməli öz işində yəni çox yüklənmə olduğuna görə onların da verdiyi stres, yorğunluq, gərginlik miqreni daha da çox və qadınlarda yəni belə bir şey var ki, qadınlar çox həssas olur, duyğusal olur. Qadınlar həmişə 2 dəfə fikirləşir, yəni beyni çox yorur. Ona görə də kişilərdən fərqli olaraq qadınlarda çox gərginlik, stres olduğuna görə düşünürəm ki, kişilərdən daha çox rast gəlinir. Bəs uşaqlarda necə? Baş ağrıları olurmu? Uşaqlarda miqren böyüklərdən demək olar ki, biraz fərqlidir. Ona görə ki, uşaqlarda həm inkişaf gedir, həm hormonal inkişaf, həm sinir sistemi inkişafı gedir. Belə ki, bizim deməli miqrenin daha çox tətikləyici olması, daha çox rast gəlinməsi həm böyükdə, həm uşaqda bu serotonin hormonu da müəyyən qədər təsir eləyir və uşaqlarda daha çox serotonin ümumiyyətlə həm bağırsaqda, həm beyində ifraz olunduğuna görə uşaqlarda da bağırsaq inkişafı sürətli getdiyinə görə və miqren uşaqlarda fərqli cür büruzə verir. Uşaqlarda daha çox qarın ağrısı ilə baş verə bilir, ürək bulanma, qusma daha çox rast gəlinir və uşaqlarda miqren baş ağrıları tək miqrendən getmir. Yəni miqren indi danışacağıq ki, növbəti suallarda, yəni miqren tək miqren deyil baş ağrısı da. Amma miqrendən danışanda uşaqlarda ən çox qarın ağrısı ilə gəlir və ürək bulanma və müddəti az olur. Böyüklərə nisbətən müddəti az olur və onun da yəni müəyyən qədər valideyn əgər vaxtında onu bilsə, yəni uşaq ifadə edə bilmir axı baş ağrının xarakterini. Yəni xroniki vəziyyətə keçməmişdən yəni gətirsə, yəni müalicəsi də yaxşı olur. Mən belə başa düşdüm ki, daha çox miqrenə rast gəlinir baş ağrılarının arasında. Çünki bəli, daha çox miqren bir hissəsidir də, səhv etmirəmsə, başın bir hissəsində olan ağrıdır. Bəli. Amma ümumi belə deyək, başın bütün hər yanında əgər ağrılar çıxırsa, o zaman necə adlanır bu? Ümumi baş ağrıları. Onu demək istəyirəm mən sizə. Demək miqreni dedik ki, miqrenin özünün ağrının öz xarakter xüsusiyyətləri, gedişatı var
və miqren bir tərəfli olur, pulsasiya edici olur. Xəstə deyir ki, məsələn yəni öz damarın pulsasiyasını belə yəni hiss eləyirəm. Gözündə göz qıyması olur, sonra ürək bulanma, qusma və miqrenin bir xüsusiyyəti odur ki, fiziki iş zamanı arta bilir. Amma indi biz digər baş ağrıları haqqında danışsaq, məsələn, gərginlik tip baş ağrısı. Amma bu kəmər formasında olur. Necə? Kəmər formasında, bant formasında olur və bu zaman qusma olmur. Fiziki gərginliyi artmır. Ona görə ki, hər baş ağrısı bizə müraciət edəndə yəni topladığımız düzgün anamnez bizə yəni baş ağrının xarakteri haqqında, tipi haqqında məlumat verir. Sonra var klaster baş ağrısı, kümə tipli baş ağrısı deyirlər buna. Bu ancaq göz ətrafında, deməli, orbital əzələlərin sıxılması spazmı ilə və əslində bu bizim üslü sinir var. Yəni üslü sinirin qızıqlanması ilə bir çox baş ağrıları yarana bilər. Bunlar soyuq dəymə nəticəsində olur. Üslü sinir ola bilər, zədələnməsi ola bilər. Yəni dediyim kimi stres, yorğunluq, gərginlik, bunlar tetikləyici amillər var. Onları izah eləyəcəyəm. Yəni miqrendə də olsun, digər baş ağrılarında olsun, düzgün qidalanmamaq, yuxu rejiminin pozulması, stres ən başlıca duran stressdir, yorğunluqdur. Yuxu pozğunluğu özü çox böyük, yəni bir problemdir. Yəni xəstənin bu baş ağrılarının yaranmasında faktordur. Yəni düzgün qidalanmamaq, qidaların da özünün yəni hansı qidalar biz yeməliyik ki, o miqreni xəstə artıq bilməlidir ki, o hansı qida onun miqreni daha da artıra bilər, o qidalardan uzaq dursun. Soyuq havanın dəyişkənliyi də belə miqreni baş ağrılarına təsir eləyə bilər. Bax elə bu günlərdə Bəli. əksər insanlarda kimini dindirsən, məsələn, Bəli. Hətta məhz bu gün özüm də elə xəbərdə səsləndirdim bu gün. Havada dəyişiklik var. Elə bil ki, dalğalar C kütləsi, yəni Bəli. dəyişib. Ümumiyyətlə, yəni bu ölçülər hamısı təsir edir insanlara. Maqnit dalğalar olanda daha Təbii çox. ki, maqnit qasırğaları olsun. Yəni bu günlər yaşanır. Hətta bildiyim qədərilə bayaq da elanını verdim. Sentyabrın deməli 19-na qədər davam eləyəcək. Xatirə Bəli. xanım bunu mən yaxşı yerinə düşdü, xatırlatdım dinləyicilərimizə. Birdən kimdəsə təzyiqdə müəyyən bir oynamalar, təzyiqdə müəyyən bir aşağı-yuxarı dəyişikliklər baş versə, eləcə də baş ağrıları yaransa, bilsinlər ki, bir səbəb də bu ola bilər. Bəli. İndi miqrendə biz qeyd etdik ki, havadır, stressli yemək, məsələn, duzlu, istiyotlu yemək, sitrus meyvələr, sonra şokoladdır, pendirdir, kofeindir, amma gərginlik tip baş ağrısı daha çox yorğunluqla yaranır. Klaster baş ağrısı üslü sinirin zədələnməsi ilə, onun da yəni əsas səbəb yəni yaradan faktorda yorğunluq, stres durur. Yəni biz birincil baş ağrılarından danışdıq. Yəni heç bir xəstəlik nəticəsi olmadan yaranan baş ağrılardan danışdıq. Bu uşaqlara da aiddir, yetkinlərə də aiddir, yaşlılara da aiddir. Yəni bu miqren bütün yaratdığı faktorlar uşaqlara da dediyim faktorlar təsir eləyə bilər. Uşaq dərsdə məsələn olur, çox yorğun olur, dərs yükü artıq olur. İndi bütün uşaqlar kompüter, planşet, telefon qarşısında oturur. Yəni böyüklər də daha çox istifadə eləyir və mavi işıq özü qıcıqlandırıcı əsas faktordur. Yeri gəlmişkən bu gün elə 15 sentyabr bilik günüdür. Bəli. Hər bir uşağımızı, şagirdləri, tələbələri də biz təbrik etmək istəyirik. Eyni zamanda deyərdim ki, həm də pedaqoqları, müəllimləri. Çünki o səbirdən onları da düşməlidir. Bir il dərs, belə deyək də, mövsümü çox çətin olur pedaqoqlar üçün, müəllimlər üçün. Onu rahatlıqla atlatmaqları üçün mənə elə gəlir ki, yəni çox vacibdir bu məsələlərə uğurlar arzu edir. Əlbəttə ki, yəni hər bir mənada, hər evdən bir uşaq gəlir. Onların müəyyən bir hərəkətləri qarşı tərəfdən başqa cür qarşılana bilər. Uşaqların çoxluğu, bir sinifdə bir çox uşağın yerləşdirilməsi, dərs prosesində iştirakı, bunlar hamısı təsir edir və müəllimlərin də bəzən baş ağrıları buna görə olur. Müəllimlər elə ikinci valideyn sayılır. Uşağın baş ağrılarını daha çox müəllimlər bəzən onu fikir verə bilib tapa bilirlər, valideynə bildirirlər. Valideyn ola bilər ki, işi çoxluğu ilə diqqət yetirə bilmir, uşaq ifadə etmədiyinə görə, amma müəllimi onu hər dəfə görə bilir, uşağı görə bilir və uşağın yorğunluğunu, halsızlığını, solğunluğunu görə bilir və onu valideynə çatdıra bilir. Biz birinci dərəcəli baş ağrılarından danışdıq. Amma ikinci dərəcəli baş ağrılarını mən təklif edirəm ki, birazdan bizə izah eləyəsiniz. Yaxşı, Xatirə xanım. Dinləyicilərimizə də buradan sual veririk ki, siz baş ağrılarına qarşı
Nəyi bilmək istəyirsiniz? Hansı vasitələrdən ümumiyyətlə istifadə etmisiniz? Bəlkə ola bilər onların arasında səhv üsullar olsun. Baxın, indi hal-hazırda nevroloqumuz Xatirə Rızayeva studiyamızdadır və bunların hamısına aydınlıq gətirə bilər. Bəzən baş ağrılarında həqiqətən də istifadə etdiyimiz üsullar yanlış üsullar olur. Xalq təbabətindən də istifadə edənlər var, ənənəvi üsullardan da istifadə edənlər var. Xatirə xanım, necə baxırsınız buna? Bunu bizə birazdan açıqlayarsınız. Yaxşı, reklamlar bizi gözləyir. Siz bir daha xatırladıram ki, bugün Sağlam Həyatda baş ağrıları mövzusunu dinləyirsiniz. 055 93 490 93-ə yazaraq WhatsApp nömrəmizə Xatirə Rızayeva nevroloqumuza suallarınızı yönləndirə bilərsiniz. Sağlam həyat. Söhbətimiz sağlam olsun. Sağlam həyat. Sağlam həyat. Sağlam həyat. Bu həmişə maraqlıdır. Bir çoxumuzun üzləşdiyi gündəlik həyatımızı çətinləşdirən bir xəstəliklərdən danışmaq istəyirik. Boyun ağrılarıdır, baş ağrılarıdır. Hərçənd ki, bunlar o qədər bir-birinə əlaqəlidir. Hətta biraz əvvəl nevroloqumuz Xatirə xanım Rızayeva dedi ki, üçlü sinir ağrıları belə başa radiasiya eləyə bilir. Yəni başda müəyyən bir ağrılar yarada bilir. Təbii ki, həm də o sözü xoşuma gəldi Xatirə xanımın ki, dedi ki, deməli elə bir insan tapılmaz ki, həyatında bircə dəfə də olsun baş ağrısından şikayətlənməsin. Elə bir adam tapmaq çox çətindir günümüzdə. Çünki sadaladığınız o faktorlar ki, amillər ki var idi, stres və s. yorğunluq, bunlar hamısı birinci növbədə elə başda ağrılar yaradır. Amma mən deyərdim, qəhrəman o insandır ki, bu baş ağrılarına tab gətirir, dərmansız yaşayır. Çoxdur belə pasiyentləriniz, yoxsa çox nadirdir? Dediyim kimi, baş ağrılarının tipinə görədir də. Əgər klaster baş ağrısı varsa, gərginlik baş ağrısı varsa, dərmansız keçə bilər. Migrenin də yüngül formasında, migrenin də tiplərini dedik, qeyd etdik. Dərmansız, yəni ümumiyyətlə xəstələr məlumatdadır. İçəri qəbul olanda bizim müayinəyə. Migrenin müalicəsi yoxdur deyirlər. Yəni baş ağrısının müalicəsi. Məyər elə deyil, Xatirə xanım, mən də eşitmişəm o sözü. Amma düzdür, belə bir şey var. Yəni protokolda onun sırf migren müalicəsi yoxdur. Amma biz stressi azaltmaqla, gərginliyi azaltmaqla, yəni baş ağrısı zamanı nə olur? Bizim beyin damarlarımız genişlənir. Necə qadınlarda biz ayaqda damar genişlənməsi görürük. Eyni ilə migren zamanı bizim beyin damarlarımız elə genişlənir. Genişləndiyinə görə nə olur? Və orada damardan maye axımı beyinə daxil olur və beyni sıxmağa başlayır. Biz onda müəyyən qədər dərmanlar təyin eləməliyik ki, həm təzyiq azalsın, həm də xəstədə stres azalsın ki, bir də migren tutmaların sayı azalsın, gedişatına təsir eləsin, intensivliyi azalsın. Yəni elə baş ağrıları var ki, yəni migreni götürsək 4 saatdan 72 saat davam eləyir. Və bu zaman xəstə dözə bilmir, ağrı kəsici dözə bilmir. Düzgün müalicə, yəni yanaşma, həm həyat tərzi, həm medikamentoz müalicə xəstədə yaxşılaşma verir. Yəni gərginlik baş ağrısında da belədir, digər birinci tip baş ağrılarında da eyni ilə biz xəstəyə həm medikamentoz, yəni müəyyən qədər, həm həyat tərzini dəyişməklə, normallaşdırmaqla biz onların ağrısının sayını, şiddətini, gedişatını, xüsusiyyətlərini dəyişə bilirik. Bir söz işlətdiniz, bayaq dediniz ki, baş ağrılarında vacib deyil dərman içilsin. Yatmaqla, bir qidalamaya düzgün əməl etməklə bu ağrılar yavaş-yavaş, tədricən azalacaq. Yəni, mən belə başa düşdüm, haradasa baş ağrısını yaradan yuxusuzluq da ola bilir. Bəli, yuxusuzluq özü çox mühümdür baş ağrılarının yaranmasında. Yuxusuzluq zamanı serotonin hormonu bizdə azalır və yenə hormonal balanssızlıq yaranır və insan daha çox stresli olur. Yuxusuz insan səhər durub gərgin vəziyyətdə olacaq. Yorğun vəziyyətdə olacaq. Həm işinə konsentrasiyası pozulacaq, stresli olacaq və o gün sonuna baş ağrısı ilə evə qayıdacaq. Ona görə də yuxusu normal olan insan, vaxtında yatan insan, bəzən insana yuxusuzluqdan telefondan istifadə edir ki, telefondan istifadə edib yuxum gəlsin. Yəni yerinə uzanır ki, yatmaq üçün, amma telefondan istifadə edib yuxum gəlsin. Amma düşünmürlər ki, yuxusuzluğun əsas səbəbi telefondur.
İşıq selidir. O insanı beyni aldadır və yuxunu qaçırdır. Aha. Bəs qidadan necə baş ağrısı ola bilərmi? Bəli, bəli. Bəzi insanlarda yəni o metabolizmla əlaqəli bir şeydir. Demək histamin deyilən bir maddə bizdə bədənimizdə ifraz olunur ki, şokoladdır, sonra kofein qidalardır, sitrus meyvələrdir. Yəni onları istifadə etdikdə o həmin maddə ifraz daha çox olunur və o da damarları genişləndirir və damar genişlənən zaman nə olacaq? Təzyiq olacaq. Sinir reseptorlar qıcıqlanacaq və baş ağrıları artacaq. Ona görə də yəni elə insanlar həkim tərəfindən araşdırılır, aydınlaşdırılır ki, sizə məsləhət verilir ki, bu qidalardan uzaq durun. Xəstə zamanla uzaqlaşdıqca özündə müəyyən qədər effekt görür və bizim əsas məqsədimiz xəstələrə məsləhət tövsiyədir baş ağrısında. Tövsiyə hər şeydən önəmlidir. Xəstəyə deyirik ki, yuxun normal olsun, yeməyin düzgün olsun, qida balansın düzgün olsun, idman, fiziki aktivliyin olsun. Gün ərzində 45 dəqiqə yürüyüş, yəni tempolu normal yürüyüş insana nə qədər müsbət təsir edir. Beynimizə oksigeni aparır. Düzgün su içmək. Bizdə yəni su içmək vərdişi azdır. Biz ən çox çaya meylliyik bizim adət-ənənələrimizdə və çay da insanda susuzluq yaradır. Ona görə kofein, kofe olsun. Gün ərzində 2 fincan artıq içmək olmaz. Elə insan var 400 fincan qəbul eləyir. Bunlar olmaz. Su yəni o qədər önəmlidir ki, baş ağrısında. Bəzən mən özümdə ciyərcinit baş ağrısı olanda, yəni 1 litrə yaxın suyu asta-asta az içməklə özümdə onu müşahidə edirəm, nə qədər dəyişiklik olduğunu. Su nə edəcək? Su bizim qan dövranımızı yaxşılaşdıracaq, oksigeni beynimizə hipoksiyanı götürəcək, hipoksik baş ağrılarını götürəcək. Qanımızda bəzən olur ki, mikroelementlər çatmır. Maqneziumdur, kalsiumdur, natriumdur çatmır. Su bizə onu verəcək. Yəni orada çatmayanda nə olacaq? Sinir qıcıqlanır. Mikroelementlər çatmayanda sinirlərimiz qıcıqlanacaq və baş ağrımız olacaq. Yəni su, su ümumiyyətlə hormonal balansı da normaldır. Yəni mən əsas tövsiyələrimdən biridir ki, insanlar gün ərzində 2 litrə yaxın, yəni normal öz kilolarına uyğun daha doğrusu, onu daha çox endokrinoloq metabolizma məşğul olana bilir. Yəni öz kilolarına uyğun suyu içsələr, yəni baş ağrıları demək olar ki, azalar. Azalar. Yaxşı, bəs mayini vurğuladınız. Hansı qidalardan sonra baş ağrısı ola bilər? Biz o qidaları heç olmasa az istifadə eləyək. Xəstə bəzən özü etiraf edir ki, mən məsələn pendir yedim, başım ağrıdı. Düz deyir. Pendir tünd qatı pendir baş ağrısını artırır. Elə xəstə var şokolad çox sevir. Yəni onu gün ərzində demək olar ki, çayı ancaq şokoladla içir və onda əlbəttə ki, baş ağrısı olacaq. Onu deyəndə ki, kəs, özü də bəzən qeyd edir ki, həmin bu qidadan sonra mənim başımda ağrı artdı. Xəstə özü də ona etiraf eləyir. Və uzun azaltdıqca öz effekti görür. Yəni bəzi qidalar, bizim bir də paket qidalar, marketdən aldığımız çox insan var ki, paket qidalardan istifadə edir. Onlar da çox, onların tərkibində olan maddə, yəni o da qıcıq faktorudur. Baş ağrısının səbəb olan faktorlardan biridir. Gəlin yada salaq WhatsApp nömrəmizi dinləyicilərimiz də bilsinlər ki, əgər baş ağrıları varsa, o zaman yəqin ki, suallarını istəyəcəklər, yönləndirsinlər həkimə. Gəlin eşidək WhatsApp nömrəmizi. WhatsApp 055 93 490 93. Bəli, davam edirik. Xatirə xanım, bir sual gəlib sizə. İstəyirəm ki, davam edək. Uzun müddətli baş ağrısı beyin üçün zərərlidirmi? Bunu dinləyici soruşur 1702. Yaxşı sualdır, düzgün sualdır. Baş ağrısı uzun müddət davam edəndə əlbəttə ki, xəstədə həyat keyfiyyətinə mənfi təsir edəcək və bir sıra xəstəliklərin yaranmasına səbəb olacaq. Belə ki, başı ağrıyan xəstə nə edəcək? Ağrı kəsici qəbul edəcək. Ağrı kəsici qəbul edəndə mədə-bağırsaq sisteminə təsir edəcək. Sonra ürəyə təsir edəcək və davamlı uzun müddətli baş ağrısı insan həm sosial olaraq izolyasiya edir, ətrafdan uzaqlaşır, söhbət eləmək istəmir, keyfsiz olur, depressiyaya meylli olur. Yəni bütün bunları gətirib çıxardacaq. Depressiya sonunda yəni artıq nevropatoloqun, psixoloqun məsləhətini almaq məcburiyyətində qalacaq. Yəni uzun müddətli başınız ağrıyacaqsa bilin ki, beyninizə ziyan olacaq. Bəli. Bir də bəzən olur insanlar deyir ki, başı partlayır, başım ağrır. Bu öz növbəsində. Amma axı gözlərimdə deyir həqiqəsindən çıxır. Göz yorğunluğu, göz ağrıları niyə olur baş ağrılarında? Xatirə xanım.
Bəzi insanlarda uzaq görmə zəif olur, bəzi insanlarda qlakoma xəstəliyi, göz təzyiqi xəstəliyi var. Uşaqlarda daha çox uzaq görmə pozulur, bəzilərdə yaxın görmə, göz xəstəlikləri baş ağrısı verə bilər. Ona bir də uzun müddət kompüter qabağında, telefon önündə əyləşmək, istifadə eləmək bizim göz əzələlərimizi yorur, spazm vəziyyətinə gətirir və yorğunluq verir. Bu zamanda baş ağrısı frontal nahiyədə daha çox, alın nahiyəsində baş ağrısı xəstə hiss eləyir. Dinləyicimiz soruşur ki, miqrenin adını çəkirsiniz. Miqren adi baş ağrısından nə ilə fərqlənir? Yaxşı sualdır. Bəli, Normal baş ağrısından fərqləndirən cəhəti miqrenin. Miqren biz qeyd etdiyimiz xarakter xüsusiyyəti olur ki, bir tərəfli olur, müsasiyə edici, təzyiq edici olur və fiziki aktivlik artır və onun ağrının müddəti uzun ola bilər. Amma adi baş ağrısı, cərcinin tip baş ağrısı elə deyil. Qusma olmur, ürək bulanma olmur. Adi baş ağrısı müəyyən qədər istirahət verdikdə düzəlir, ağrı kəsici içmədən düzələ bilir. Yəni o miqrendən fərqli cəhəti daha çox bunlardır. Miqren yəni dediyim kimi baş ağrılarında ən çox ağır forması, yəni birinci baş ağrılarının ən geniş yayılmış ağır formasıdır və deməli Ümumi Səhiyyə Təşkilatı 15-44 yaş qadınlar arasında hesablanıb ki, 20 ağır xəstəliklər sırasında qadınlar arasında rast gəlinən miqrendir. İstəyirəm öyrənəm sizdən, ən çox ön hissədə olan ağrıdır miqren, yoxsa ənsə nahiyəsində? Ənsə nahiyəsindən daha çox önə iradiasiya eləyir, yəni yayılır. Bir tərəfli olur daha çox, bəzi iki tərəfli ola bilir və orta ağır və ağır intensivliyi, orta ağır və ağır vəziyyətdə olur. Amma adi baş ağrısı, dinləyicimizin sualının bir fərqi ondan ibarətdir ki, adi baş ağrısı yüngül olur. Yüngül, intensivliyi yüngül olur. Deməli, ənsə nahiyəsində olan ağrı olur. Bəs boyun ağrısı da olursa, o da başa verir ağrını? Biz necə bunu ayırd etmək olur? Bu servikoçen baş ağrısı deyilən ağrı var. Bu baş ağrısı boyunda olan problemlərlə gəldi və biz qeyd etdik ki, birinci baş ağrısı heç bir xəstəliyin nəticəsi olmur. Amma servikoçen baş ağrısı hər hansı bir xəstəliyin nəticəsində gələn, yəni ikincili tip baş ağrısı sayılır. Belə ki, servikoçen baş ağrısında boyunda yəni bizim əhali arasında çox yayılıb ki, yəni hər kəsdə yəni boyun ağrısı müşahidə olunur. Bu daha çox onurğa sütununun özünün degenerativ xəstəliyi ilə əlaqəlidir. Fəqərarası diskdən degenerativ xəstəliyi, protruziya deməli yaranır xəstədə, boyun əzələlərinin yorğunluğu, işi ilə əlaqədar olaraq eyni vəziyyətdə qaldığı boyun əzələləri yorulur və bu zamanda baş ağrısı yarana bilir. Buna servikoçen baş ağrısı deyilir və əhali arasında 18% yayılıbdır. Xəstə boyun ağrısına gəlirsə, mütləq bizə qeyd edilir ki, başım ağrıyır. Və onun maneə biz əzələ tonusuna, əzələ gücünə baxırıq, hərəkət verməklə, yəni baş hərəkətlər eləməklə ağrıların artmasını, iradiasiyasının yayılmasını biz müəyyən edəndən sonra həm instrumental müayinələrə göndəririk, həm də baş ağrısının hansı xarakterdə olduğunu bilirik. İrsi olurmu miqren? Miqren, bəli, miqren irsi komponentlidir, genetik deməli xəstəlik sayılır. Demək olar ki, əgər valideynin birində miqren varsa, demək olar ki, uşaqda da 50% uşaqlarına rast gəlinə bilər, amma bəzən ola bilər ki, hər iki valideyndə ola bilər. Bu zaman demək olar ki, 70%, 75% uşaqlarda rast gəlmə, yəni xəstə olan valideynin uşaqlarında rast gəlmə gəlir. Uşaqların o qədər qəribə vərdişləri olur ki, valla araşdıranda baxırsan ki, deməli kitab oxuyarkən işığın düzgün düşməməsi, bu bir təsir göstərir uşağın görmə qabiliyyətinə. Daha sonra uşağın ümumiyyətlə kitabı başqa cür uzanaraq oxuması, bunun bir cür fəsadları var. Uşağın özünün elə əyləşmə, oturuş tərzi, hansı ki, bəzən deyirlər ki, belə ağrılar düşməklə bərabər, əgər uşaq düzgün əyləşmirsə, oturmursa, baş ağrılarına belə gətirib çıxara bilir. Yəni, valideynlər biraz diqqətli olsunlar. Elə bunun üzərində dayanmaq istəyirəm ki, uşağın düzgün oturuşunun olmaması yarada bilərmi baş ağrısını? Və necə olur bu yaranır? Bəli, uşaq partada əgər stulda düzgün əyləşə bilmirsə, o zamanla
onurğa sütununun deformasiyasına gətirib çıxaracaq. Bunlara biz skalyoz, kifoz misal göstərə bilərik. Və skalyoz yarananda o da özü onurçanaq sisteminə, onurğanın boyuna, kürək sümüklərində deformasiyalar yaradır və boyun nahiyəsində ya kifoz olanda, ya skalyoz olanda ümumiyyətlə qan dövranında, beyin qan dövranına təsir eləyir və duruş pozğunluğu onurğa sütununa mənfi təsir etdiyi kimi baş nahiyəsinə təsir eləyir və həmin uşaqlarda baş ağrıları, yorğunluq daha çox müşahidə olunur. Əlbəttə ki, məsləhət olar ki, diqqətli olsun, valideynlər diqqətli olsun, müəllimələr də məktəbdə diqqətli, uşaqların oturuş tərzi, yəni fikir vermək lazımdır ki, düzgün duruş, yəni düzgün qamət, yəni istər uşaq, istər böyük üçün ən vacibdir. Fiziki hərəkətsizlik də bildiyim qədərilə baş ağrısı yaradır. Bəli. Fiziki hərəkət yəni demək oksigen deməkdir. Yəni bizim insan hərəkət elədikcə bizim beyin maddə mübadiləmiz artır, qan dövranımız yaxşılaşır. Qan yaxşı paylanır orqanlara, beyinə də eyni ilə. Beyin normal, yəni artıq oksigen alanda yaxşı da enerjisi olur. İnsan yaxşı düşünə bilir. Yəni koqnitiv funksiyalar yaxşı olur. Yəni hərəkət lazımdır. Yəni fiziki aktivlik lazımdır. Bəli, söhbətimizi davam etdirəcəyik. Xatirə xanım, mən bir daha xatırladım dinləyicilərimizə ki, onlar da suallarını yönləndirsinlər. 055 93 490 93-ə maraqlı bir mövzu qoymuşuq. Baş ağrılarına qarşı nələri bilməliyik? Təbii ki, bir çoxumuzda gündəlik həyatda baş ağrıları tez-tez də olan var, nadir hallarda olan da var. Amma gəlin razılaşaq ki, hər birimizdə baş ağrıları olur. Ona görə nə edirsiniz? Ümumiyyətlə baş ağrıları olanda dərhal edəcəyiniz tədbir nə olur? Dərman içirsiniz, yoxsa başqa yöntəmləriniz, üsullarınız da var ki, ondan istifadə edirsiniz, bəlkə bölüşəsiz. Əlbəttə biz sizi eşitməyə bu gün hazırıq. Nevroloq studiyamızdadır Xatirə Rızayeva. Sağlam həyat. Sağlam həyat. Dəyişimə bugündən başla. Sağlam həyat. Dəyərli vaxtınızı dəyərli olana ayırın. Sağlam həyat. İkinci saata xoş gəlmisiniz, əziz Sağlam Radionun dinləyiciləri. Bəli, biz bugün çox aktual mövzulardan birini işləyirik. Baş ağrılarından danışırıq, hansı ki, bəzən bir stəkan çayın, bəzən təmiz havanın, amma bəzən də mütləq həkim müdaxiləsinin lazım olduğu bir ağrılar. Hər kəsin həyatında rast gəlinir bu ağrılara və ona görə də biz bəzən doğrudan da orqanizmimizin bizə dediyi o məni dinlə mesajını eşitməzliyə vururuq. Və fəsadlarını da deyimsə ki, yaşayırıq. Baş ağrıları bir çox xəstəliklərə də bəzən yol aça bilir. Hətta bugün həkimimiz qeyd etdi ki, miqren belə çox yayılıb insanlar arasında. Miqrenin özünü də araşdıranda görərsiniz ki, xroniki bir artıq halı almış baş ağrıları sayıla bilir. Miqren var ki, insanlar həqiqətən də artıq vaxtını bilir. Xatirə xanım, bir daha salamlayıram sizi. Və doğrudan elə insanlar var ki, bir qrup insanlar, mənim də ətrafımda var. Bir balaca deyəndə ki, başım ağrıyır, deyirəm ki, artıq tutub, yəni artıq biz adət etmişik. İllər keçir, bu ağrılarla həmin insan yaşayır. Bilmirəm, indi dərmanlar yəqin ki, qəbul edir. Amma indi mən sizdən soruşmaq istəyirəm, ümumiyyətlə, hər baş ağrısı təhlükəli sayıla bilərmi? Bəli, çox gözəl sualdır və bu sual yerində mən ikincili baş ağrılarından danışmaq istəyirəm ki, yəni hansı baş ağrıları daha çox təhlükəlidir. Və ikincili baş ağrıları biz qeyd etdiyimiz kimi hər hansı bir xəstəliyin nəticəsində əlaməti kimi büruzə verir və həkim xəstədən anamnez toplayanda məcbur, yəni instrumental müayinələr tələb edən əlamətlər deyir və buna təhlükə əlamətləri deyilir. Adı da, yəni kitablarda red flag deyilən, yəni təhlükə əlamətləri deyilir. Bunlar hansılardır? Xəstə iç baş ağrısı qəfildən başlayır və bəzən 50 yaşdan yuxarı baş ağrıları çox təhlükəli hesab olunur. Elə insan var ki, 50 yaşdan öncə də bunun baş ağrıları olubdur, amma gəlib bizə qeyd edir ki, indiki baş ağrıların fərqlidir. Yəni əvvəl belə olmurdu. İndi baş ağrının fərqli yerdən tutur, müddəti fərqli olur. Biz həkimlər, nevroloqlar, ya terapevtlər yəni o zaman təhlükə əlamətlərini bilirik və bundan başqa xəstə özü etiraf edir ki, danışığımda hiss edirəm ki, pozuntular olur. Yaddaşımda pozuntular olur, yəni koqnitiv pozuntular, disfaziya olur. Və bəzən deyir ki, xəstə əlimdə hərəkətim, yəni bir şey tuta bilmirəm, gücsüzlük istəyirəm əlimdə, ayağımda.
Bu deməli təhlükə əlamətləri olduğuna görə biz mütləq xəstəyə Bu ilk siqnallardır, belə Bəli, dedim. bu baş ağrılar təhlükəli baş ağrılarıdır. Xəstə hər hansı bir hərəkətlə askıranda, öskürəndə baş ağrıları arta bilər və sizin də ətrafınızda bəlkə də rastlaşmısınız. Elə insan var ki, deyir, səhər oturanda başım ağrısından dayana bilmirəm. Səhər yuxusundan sonra. Bu da təhlükəli baş ağrısı sayılır və ikincili baş ağrılarının necə birincidə qeyd etdiyimiz kimi növləri də çoxdur və bunlardan ən çox ildırım şəkilli baş ağrıları. Bunlar saniyələr ərzində başlayır, 5 dəqiqəyə davam edir və yüksək intensiv həddinə çatır. Bu zaman xəstədə yəni biz beyin daxili qan sızmalar, supraxantal qan sızmalar ola bilər. Hər hansı bir infeksiyon xəstəliyi ola bilər və ondan əlavə bizim beynimizdə venoz sistem var. O venoz sistemi idarə edən sinuslar var. Onun trombozu zamanı bu vəziyyət yarana bilər. Və bunlar çox təhlükəlidir və xəstəyə ilk yardım tələb edən tələb etmək belə siqnallardır və biz bu zaman deməli xəstənin müayinələrə göndəririk. Ən əsas instrumental müayinə MRT, KT, ən əsas da tomoqrafiya və əgər problem aydınlaşdırılırsa və ilk müalicələr başlanılır və bir də ikinci baş ağrılarının ən təhlükəli forması bəzi insanlar iradəsi zəif olur. Onlar ağrıya heç dözə bilmir. Çox ağrı kəsici istifadə edir. İstəyir sadə ağrı kəsicilər olsun, istəyir mürəkkəb ağrı kəsicilər olsun. Sumkasında, çantasında hər zaman ağrı kəsici daşıyır, stolun üstündə. Bir ayda demək o hər dəfə 15 dəfədən artıq ağrı kəsici, gün ərzində olur ki, 5 dəfədən artıq ağrı kəsici qəbul edir. Bu xəstələrdə deməli baş ağrı, ikincili baş ağrının bir növü olan abzus deyilən baş ağrısı var ki, bu dərmanların təsirindən yaranır və içdiyi ağrı kəsicilərin təsirindən yaranır və xəstə ağrı kəsici içməyən vaxtı baş ağrısı dözülməz olur. Və bir növ alışqanlıq yaranır ona görə. Bu da artıq ağırlaşmış ikincili baş ağrı, təhlükəli baş ağrıları sayılır və xəstə dərmanları zamanla azaltmaqla, yəni müalicə düzgün yanaşma ilə təhlükəni atlata bilir. Amma bizə ən çox diqqətimizi tələb edən qəfildən başlayan baş ağrılarıdır. Və xəstə bəzən deyir ki, içi görürəm, görməm pozulur, qusma olur. Bu zaman mütləq biz xəstəyə ciddi yanaşmalıyıq. Xəstə həkimə gəlmirsə belə, evdə, yaxınında, qohumunda, valideynində belə bir hal baş verirsə, mütləq xəstəxana hospitalizasiya olmalıdır ki, xəstə müayinələrdən keçsin, aydınlaşdırılsın, səbəbi aydınlaşdırılsın. Bundan başqa, yəni daha təhlükəli baş ağrılarından el arasında deyir, beyində təzyiq, artıq beyindaxı təzyiqim var. Bəli. Elə sözdə çox işlədirlər. Bu zaman da, yəni bir sıra xəstəliklər var ki, bizim beyində hər hansı bir şiş xəstəliyi rast gəlinə bilər. Sonra iltihabi infeksiyon xəstəliklər, dediyimiz kimi beyindaxı təzyiq, beyindaxı qanaxmaların da növləri var. Bunlar da beyinə təzyiq verə bilər. Sonra beyində venoz sinusun trombozu, bunlar da beyindaxı təzyiq yarada bilər və onun da ağrıları qəfildən başlayır, kəskin olur və xəstədə yəni təhlükə əlamətləri verə bilər, ikincili baş ağrıları kimi. Və bu zaman amma beyindaxili təzyiqin başqa bir forması var ki, buna idiopatik beyindaxili təzyiq deyirik. Bu zaman biz xəstəni instrumental müayinəyə göndəririk. Müayinədə heç bir şey çıxmır. Səbəbi bəlli olmuyor. Əsasən qadınlarda çox rast gəlinir. Amma digər həqiqətən beyindaxili təzyiqi olan xəstəni biz instrumental müayinələrlə aşkar edirik. Bu zaman beynin özünün likvorunda, yəni mayesində artma olur və baskı elədiyinə görə xəstədə ağrılar artır və dözülməz ağrılar artır. Deyək ki, qəflətən birdən baş ağrısı tutdu insanın bir dəqiqənin içərisində. O an nə etməlidir? İlk növbədə xəstənin deməli rahat bir yer. Yəni mütləq həkimə zəng etməlidir. Yəni onlar istirahət edən həkimə getməzdən əvvəl xəstənin rahat vəziyyətdə, yəni çox hərəkət eləməməsi üçün, yəni evdə əgər olubsa, yəni çox hərəkət, yəni çevirmək olmaz, tərpətmək olmaz. Həmin vaxtda yəni həkimə çatdırmaq lazımdır, xəstəxanaya çatdırmaq lazımdır. Xəstəxanada həkimlər özləri, yəni müayinələrdir, müdaxilələrdir, özləri edəcəklər və
xəstə gəlib, amma həkimə deyir ki, mənim ağrılarım təzə başlayıb, qəfildən başlayıb. Biz onda hər hansı bir travmadan da ola bilər, dediyim kimi xəstəliklərin nəticəsində də ola bilər. Onda həkim artıq müayinələrə başlayır və araşdırır. Beyin şişləri də belə başa dediyimiz kimi ağrı verə bilər. Beyin şişləri elə bir forması var ki, məsələn alnında yerləşən şişlər lal olur. Onlar ağrı vermirlər. Ən çox Bu təhlükəlidir əslində. Arxa kəllə çuxurunda yerləşən şişlər daha çox ağrı verir. Hipofiz vəznində olan şişlər zamanı daha çox ağrı verir və bunlar həkimin xəstənin hər bir sözü həkim üçün qiymətli. Yəni diaqnostikada anamnez çox önəmlidir. Həm xəstənin verdiyi anamnez, həm də nevroloji müayinə. Müayinə önəmlidir. Biz o nevroloji müayinə xəstənin nevroloji müayinə edərkən biz reflekslərinə, yəni əzələ tonusuna, gücünə baxmaqla və şikayətlərlə xəstədə hansı təhlükəli baş ağrısıdırmı onu aid edə bilirik. Dinləyicilərimizə buradan bir daha xatırladıram ki, siz baş ağrılarından bağlı nəyi bilmək istəyirsiniz 055 93 490-93-də gözləyirik. Bir dinləyicimizin sualı gəlib sizə, Xatirə xanım. 5500 deyir ki, əgər uşaqda birdən güclü baş ağrısı yaransa, o zaman bu nədir? Uşaqlarda ən çox infeksiya mənşəli ola bilər və biz ikincili baş ağrılarından danışanda meningit haqqında ensefalitdir, meningit sinüzitdir. Sinüzit deməli burun cibləri, yəni üzümüzdə olan sinus ciblərinin iltihabı prosesində uşaqlarda daha çox rast gəlinir. O da anatomik quruluşuna əlaqəlidir və bu zaman da ikincili baş ağrıları verir. Xəstə baş ağrısı ola bilər. Ən çox da deməli uşaqlarda şiddətli baş ağrısı qəfil başlayan meningitlərdə, ensefalitlərdə olur və bu zaman müayinədə onun da özünün xarakter əlamətləri var. Əzələ rigidliyi ənsədə. Onunla yanaşı biz xəstədə müşahidə edirik qusması, dözülməz baş ağrısı və xəstəni yəni hər hansı bir xəstəliyin nəticəsi olaraq qəflətli təhlükəli əlamətlərlə başlayır bilər. Deməli sinusitlərlə bağlıdır. Meningit, ensefalit, infeksiyon xəstəliyi, beyin şişi də ola bilər. Aha, bildim. Gəlirik yavaş-yavaş, necə ki, həssas qruplardır, yaşlılardır, uşaqlardır. Gəlirik daha bir həssas qrupa, hamilə xanımlar. Hamiləlikdə də bildiyim qədərilə baş ağrıları olur. Özü də tez-tez olur. Bəli. Təhlükəlidirmi bu? Hamiləlikdə bir sıra xəstəlik var ki, məsələn hipertoniya xəstəliyi, preeklamsiya xəstəliyi hamilə qadınlara rast gələ bilər. Bu da yəni qan təzyiqi ilə əlaqəli bir xəstəlikdir. Hamilənin qan təzyiqi qalxır, həm daxili orqanlara mənfi təsir göstərir, həm də beyin damarlarına mənfi təsir göstərir. Beyin daxil, yəni qan təzyiqi yüksək olanda hər an insan beynində damar yırtılması ola bilər. Bəzi insanlarda da anadan gəlmə anevrizma olur damarda, yəni bilmədən də, yəni o yatmış bomba şəklində qalır beyində. Yüksək təzyiq olan zaman onlar da yırtılma və o baş verə bilər və beyin daxili qansızma ola bilər. Əlbəttə ki, hamiləlikdə 3 ay müddətində xəstəyə heç bir müdaxilə olmur, baş ağrıları olan zaman. Yəni 3 ay müddətində ondan sonra xəstəyə yüngül müalicə təyin etmək olar. Ən çox baş ağrıları həm hormonal dəyişkənliyi ilə əlaqəlidir. Ovulyasiya dövründə hormonal dəyişiklik, həm də onunla yanaşı hipertoniya çox rast gəlir hamilə qadınlara, təzyiqdə disbalanslıq yaranır. Bunlar da baş ağrısı verə bilər. Bir qrup hamilə xanımlar, daha doğrusu qadınlar var ki, hamilə qalmamaq üçün də dərmanlar içirlər. Bəli. Onların fonunda da olur belə baş ağrıları. Bəli, onu xüsusi qeyd etmək istəyirəm ki, oral kontraseptivlər qəbul etmək miqren xəstələrində və bunlar qadınlar çox diqqətli olmalıdır. Zamanla, yəni ədəbiyyatda yazılır ki, insulta gətirib çıxara bilir. Uzun müddətli hormonal preparatlar istifadə etmək, kontraseptivlə qəbul etmək miqrenli xəstələrə xüsusilə aiddir. Həkimlə məsləhətləşmədən qəbul edirlər bu xanımlar ola bilər ki, ola bilər. Ginekoloq məsləhət görə bilər, amma onun ginekoloq bilməyə bilər ki, bunda miqren vardır. Yəni əgər xəstə özündə baş ağrısı müşahidə eləyirsə, uzun müddətli baş ağrısı, onda onu da qeyd etməlidir həkimə. Yəni uzun müddət qəbul etmək insultu artırır elə qadınlarda. Müalicədən danışdınız və
mən diqqətlə qulaq asdım. Sizə daha çox dərmanla dediniz ki, bu ağrıları azaltmaq mümkün ola bilər. Məsələn, bu xalq təbabətində müəyyən bir üsullardan istifadə edənlər də var, bitki çaylarından istifadə edənlər də var. Çalışırlar ki, bu ağrıları heç olmasa azaltsınlar. Siz necə baxırsınız ümumiyyətlə bir həkim kimi, bir nevroloq kimi? Ümumiyyətlə təyinat kimi yazırsınızmı bunu? Düzünü desək, bəzi bitki çayları var ki, rahat tatdırıcı, sedativ təsiri var. Melisa çayı, ramaşka çayı. Biz məsləhət görərik ki, xəstə melisa çayını içib rahatlayırsa, bizdə də lazımdır ki, rahat olması, xəstənin rahat olması. Əgər stresi varsa, əgər melisa çayını, bəzi inançlar var, xəstə adi bir suyu içəndə belə, çay içəndə belə onun özündə müsbət bir effekt kimi görür ki, bu mənim başımın ağrısını kəsəcək. O özü belə yaxşı bir şeydir. Əgər o çaya inanırsa, psixoloji hazırlayır və melisa çayı, bəzi bitki çayları məsləhət görülür. Yəni ki, demək həkimlər tövsiyə edir bunu. Azaldır, müsbət təsiri var. Mənfi təsiri yox, müsbət təsiri var. Həkimlər tövsiyə edir. Tövsiyə edir, yəni biz alternativ olaraq xəstə qəbul edə bilər. Bir sual gəlib, çox yaxşı sualdır. Dinləyicimiz yazır, mən təşəkkürümü bildirirəm. Deməli 80-42 deyir ki, dərmanlardan çox istifadə etməkdə axı asıllıq yaradır. Bəli, mən qeyd etdim. Abzursuz deməli baş ağrıları əgər xəstə bir ay ərzində 15 gün, yəni bir ayın 15 günü ağrı kəsici qəbul edibsə və istəyir sadə olsun, istəyir mürəkkəb ağrı kəsicilər olsun, onda zamanla yaranır. Deməli absurs baş ağrıları yaranır, dərman içməsə, yəni beynimizdə elə bir mərkəz yaranır ki, yalançı ağrı mərkəzi yaranır. Bəli. Və o istər-istəməz o dərmanı içmədiyi vaxtı ona o refleksi göndərir. Ki baş ağrısı sinir ağrı qıcıqlarını artırır, reseptorları qıcıqlandırır və o ağrı baş verir. Yəni onu zamanla qarşısını almaq olur. Qısa bir aramız olacaq Xatirə xanım. Əlbəttə ki, xoşdur sizinlə danışmaq. Dinləyicilərimizə də çünki çox aktual bir mövzudur. Tez-tez rast gəldiyimiz hallardır deyə məncə də bunu işıqlandırmaq lazımdır. Düzgün bəlkə müalicə metodu tutmuruq. Bax elə indi sual vermək istəyirəm sizə reklamlardan əvvəl. Hansı miflər var baş ağrılarına bağlı? Nəyi düz etmirik? Nəyi səhv edirik? Bəli, ilk öncə biz iş rejimimizi, həyat rejimimizi, həyat keyfiyyətimizi, düzgün yuxu rejimimizi, yuxu gigiyenası deyilən, hər şey qaydasında olsa, bacara bilsə əgər, yəni hər adam bacara bilmir bunu, çətindir indiki dövrdə. Yəni bacara bilsə, əlbəttə ki, fiziki aktivliyi düzgün olsa, məncə xəstəliklərdən uzaq olar. Reklamlar. Sağlam olmaq bizdən başlayır. Və bir neçə sualımız da var baş ağrıları ilə bağlı. Bugün Xatirə xanıma ünvanlanacaq. Yeri gəlmişkən nevroloq Xatirə Rızayeva bugün bizimlə bərabərdir və Xatirə xanım bir neçə sual gəlib dinləyicimiz tərəfindən. Yuxusuzluq baş ağrısı yaradırmı? Biz əslində bu suala cavab verdik və əlavə etmək istəyirsinizsə deyə bilərsiniz. Nəsə? Ümumiyyətlə yuxusuzluq dediyimiz kimi stres yuxusuzluq yaradır, yuxusuzluq hormonal disbalans yaradır. O da yarandıqca insanda yorğunluq yaranır. Yorğunluq yarandıqda baş ağrıları, halsızlıq yaranır. Əlbəttə ki, yuxusuzluq önəmlidir. Yəni biz insanlar indiki dövrdə daha çox yuxuya diqqət eləmir, önəm vermirlər. Yəni düşünmürlər ki, yuxusuzluq insanda yəni bir sıra nevroloji problemlər yarada bilər. Ümumiyyətlə yuxusuzluq bir sıra tək baş ağrısı yox, bir çox xəstəliyin yaranmasına əsas amil ola bilər. Mən tövsiyəm odur ki, yuxu rejimi normal olsun və axşam saatlarında mavi işıqlardan uzaq dursunlar. Zərərli qidaları da soruşur. Buna da qismən cavab vermişik deyə məncə toxunmaya bilərik. Masaj və istirahət baş ağrısına yaradırmı? Daha doğrusu baş ağrısında faydalıdırmı?
çox əsas məsləhət verilən bir şeydir. Yəni hamımıza, hər kəsin ehtiyac duyduğu masaj, istirahət. Əgər xəstədə baş yəni boyun gərginliyi varsa, dediyimiz kimi biz qeyd etdik, boyun ağrıları da baş ağrısına şərait yaradır və bu bir tərəfli olur, ənsədən başlayır, ön tərəfə vurur, serifikoçan baş ağrıları. Bu zaman xəstənin müayinə zamanı biz onun boyun əzələləri müayinə eləyəndə gərginliyi hiss edirik. Belə xəstələrə masaj çox yaxşı təsir edir boyun əzələləri gərginliyini azaltmaq üçün. Məsləhət görərəm. Bəzən xəstələrə onunla yanaşı kompres istəyir ki, soyuq kompres, isti kompres bizə soruşur bizdən. Həm masaj, həm istirahət, həm kompres. Məsələn, miqreni xəstədə soyuq kompres, amma digər baş ağrılarında isti kompres istifadə edə bilərlər. Ona görə ki, miqrendə damar genişliyi olduğuna görə isti kompres ola bilməz. Və istirahət necə olmalıdır? Xəstə hiss edir ki, artıq başı ağrıları gəlir. Dediyimiz kimi biz elə ağrılar var ki, aurası var. O hiss edir gözünün önündə qara nöqtələr gəzir və baş ağrıları görməsində problem olur. Bəzən elə baş ağrıları var ki, göz görməsi tamam itə bilir bir ani olaraq. Bu zaman sakit bir yerdə uzana bilər, işıqları söndürsün, sakit istirahət, özünə istirahət, yəni yaxşı istirahət edə biləcəyi bir yerə getsin. Yəni bunları etsə baş ağrılarının zamanla azalacağını, yəni insan öz orqanizmasını tanıyıb, öz xəstəliyini tanıyıb, baş ağrısı, yəni bilsə ki, nələr ona daha yaxşı müsbət təsir edir, onlara əməl eləsə, yəni xəstə üçün, yəni bütün bu mənfi amillər, hallar başa aradan qalxa bilər. Yaxşı, birdən insan özü bacarmadı. Bu zaman psixoloq dəstəyindən istifadə edə bilərmi? Ehtiyac yarana bilərmi məsələn? Bəli, psixoloq yanına getmək yaxşı bir şey ola bilər. Əgər xəstə iradəsi zəifdirsə, öhdəsindən gələ bilmirsə və uzun müddətli baş ağrısı var, öncədən qeyd etdiyim kimi depressiya, meyillilik varsa, psixoloqun yanına gedib, psixoloq həm söhbətdə, həm relaksasiya edici texnikalarla xəstəni rahatlada bilər, meditasiya üsullarından istifadə edə bilər. Xəstədə o gərginliyi, o stressi zamanla o depressiyanın azalması psixoloqun köməkliyi ilə digər əlamətlər də, eləcə də baş ağrısı da azala bilər. Dinləyicimiz yazıb 055 93 490 93 genetik faktorlar baş ağrısı riskini artırırmı? Zəhmət olmasa sualımı səsləndirərdiniz. 5470 yazdı. Səsləndirdik. Biz qeyd etdik ki, birinci tip baş ağrıları əsasən genetik komponentlidir. Qeyd etdiyimiz kimi miqren daha çox genetik komponentli. Digər baş ağrıları həyat şəraiti ilə əlaqəli, amma təhlükəli dediyimiz baş ağrıları insanın daxilində baş verən hər hansı bir xəstəlik nəticəsi kimi yarana bilər. Ona biz irsi deyə bilmərik. İrsi, yəni şiş xəstəliyi yəni valideyndə varsa mütləq uşaqda olacaq deyə, ya beyin subarxında qansızma valideyndə varsa, yəni uşaqda da olaraq deyəcək deyə bir şey yoxdur. Amma təsdiqlənmiş odur ki, miqren daha çox genetik komponentlidir. Sonda bizim dinləyicilərimizə tövsiyələriniz varsa deyə bilərsiniz. Baş ağrılarını azaltmaq üçün, baş ağrılarından azad olmaq üçün nə kimi tövsiyələr verərdi Xatirə xanım? İlk öncə hər kəsə birinci can sağlığı və ruh sağlığı arzu edirəm. Psixoloji cəhətdən insan sağlam olanda fiziki cəhətdən də sağlam olur. Bunun üçün yəni biz insanlar bəzən işi gərgin olur, evdə stresli olur, bəzən olur ailə münaqişələri olur. Bu həm valideynə, həm uşağa mənfi təsir edir. Biz onları vaxtında dərk eləsək ki, bunun bizə heç bir xeyri, ziyandan əlavə heç bir xeyri yoxdur. Yəni bu stresli, işdə iş yoldaşının ola bilər, ya evdə dediyim kimi yaxınlarının ola bilər. Bunun ancaq mənfi təsiri var. İnsan sinir sistemi gərgin olan zaman baş ağrısı dediyim kimi digər xəstəliklərə də qapı açır. Biz ona bilsək bunun stressi, yorğunluğu azaltmaq üçün həyat tərzimizi dəyişsək və biz psixoloji olaraq sağlam olsaq, fiziki cəhətdən də heç bir problem mən düşünürəm olmaz. Amma gün ərzində ən azından yürüyüş, yəni
parkda olsun, ya ev ətrafında olsun. Biz insanlar özümüzə çox vaxt ayırmağı sevmirik. İş planlarımız çox olduğuna görə gün ərzində 1 saatımızı özümüz üçün ayırsaq, istirahətimizə, yürüşümüzə və əsas da ən önəmlisi qidamıza düzgün balans yaratsaq, elə bilirəm tək başarısı yox, digər xəstəliklər də olmaz insanda. Əslində bu günlərdə biz çox piyada gəzirik, gəzinti vurğuladınız deyə vurğulayıram mən də. Gəzinti doğrudan da çox gözəl insana təsir bağışlayır. Bizim elə özümüz və yaxud ofis şəraitində işləyənlər daim oturaq həyat tərzi yaşadığımıza görə, keçirdiyimizə görə biz bayıra çıxarkən o təmiz havanı udarkən hiss eləyirik ki, bu bizə necə gözəl təsir bağışlayır. Ondan da əlavə siz işdə beyniniz fikirlərlə doludur, işinizlə əlaqəli. Kompüter, şüal, bəli, hamısı çölə çıxan zaman istəsəniz başqa bir mənzərə görürsüz, bir insan görürsüz, fikriniz yayınır. Beyniniz boşalır. Ona görə də yəni o sizə həm psixoloji rahatlıq verir, həm də fiziki rahatlıq verir. Bəli, ona görə də biz bugünkü mövzunu işıqlandırarkən də məqsədimiz o idi ki, düzgün qidalanma ilə, təmiz hava ilə, gəzinti ilə biz yuxusuzluğu aradan qaldırmaqla biz baş ağrılarına bir növ bir dərman tapa bilərik. Elektron cihazlarda, vasitələrdə çalışdığımız qədər az istifadə etmək. Bəli, bir də bunları biraz azaltsaq, məhdudiyyət qoysaq, heç olmasa müəyyən bir saatlar çərçivəsində uşaqlarda çox gözəl vurğuladınız. Çünki biz bugün miqrenlə, baş ağrılarından danışanda ilk dəqiqələrdə elə uşaqlarımızı hədəf olaraq götürdük və hətta öyrəndik ki, uşaqlarda da baş ağrıları olurmuş. Bugün biz ilk bilik günündə bu mövzunu işıqlandırdıq. Diqqət etsinlər valideynlər deyə. Bundan sonra da müəyyən bir dərs yükləri çox ola bilər. Uşağının zehni inkişafında müəyyən bir yüklənmələr ola bilər, amma bu da özlüyündə baş ağrılarını yarada bilər, amma hər zaman yanlarında olan uşaqların bu cür təmiz havada vaxt keçirməklə, istirahət etməklə bayaq vurğuladı. Elə istədim ki, masaj məsəl üçün çox gözəl bir təsir bağışlaya bilər həmin o insanlara. Baş ağrılarının da dedilər ki, ən yaxşı dərmanı elə məhz budur. Ona görə də sağlamlığınızı qoruyun, çünki sağlam bədən elə sağlam həyatın, necə deyərlər, açarıdır. Mən təşəkkür edirəm gəldiyinizə görə. Mən sizə təşəkkür edirəm. Çox sağ olun dəvətiniz üçün. Çox sağ olun. Nevroloq bugün Sağlam Həyatda idi. Xatirə Rızayeva, özünüzdən müğayət olun. Sabahda eyni saatda Sağlam Radioda 93 FM-də eşidilməyi ümidi ilə. Hələlik.